Dəyərli izləyicilərimiz, hazırda mən Sumqayıtdayam. Sumqayıtın yox, bütün Azərbaycanın ən ağır yaralanan qazilərindən birinin yanındayam ki, Cahangirin 80% bədəni yanmışdı. Başıma dönərəm. Bir dənə üzvü belə fırlat. Burada dəri başqa rəngdir, çünki köçürmədir. Burada başqa rəngdir. Bu qulağın eşidir, yoxsa o birisi qulağın? Bir qulaq eşidir, bir qulaq eşitmir. İzləyicilərə göstərəcəm. Barmaqları bu vəziyyətdədir. 20 yaşında 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Kəlbəcərdə döyüş əməliyyatlarında iştirak edib. Bu çeçələ barmağı da sağ əlindən köçürmədir bura. Başın böyük bir hissəsi, kapron deyirlər, ondan ibarət. Cahangir rahat yaşamağa ehtiyac. Ailə öz maddi imkanları hesabına evin daşını daş üstünə qoymağa başlayıb. Amma evin çox xərci var. Və mən qeyrətli vətən oğullarından, çünki bu məsələdə qeyrət və vicdan çox önəmlidir. Qeyrətli vətən oğullarından, vicdanlı vətən oğullarından çox xahiş edirəm. Siz bizim Cahangirə dəstək olun ki, o evini bitirə bilsin. Evlə də bağlı bir ayrı çəkiliş eləmişəm, onu da paylaşacağım. Düzdür, Cahangir istəmir maddi dəstək. Deyir ki, Səidə bacı, maddi dəstək deməyin. Mən heç kimə kart qoymuram, heç kimdən pul istəmirəm. Deyirəm, sən istəməyəsən, mən istəyəcəm. Əslində, o evin tam ərsəyə gəlməsi üçün qapıya, pəncəriyə, çöl dəmir qapıya və eyni zamanda evin üzərini bağlamaq üçün dam örtüyünə ehtiyac var. Ola bilsin ki, kimsə deyər ki, mən məsəl üçün 2 qapının pulunu göndərirəm və yaxud da ki, 1 qapının pulunu göndərirəm. Ola bilər də, indi hamının sehri yoxdur ki, desin ki, hə, qapını mən belə verirəm. Kim dəstək olmaq istəyərsə, izləyicilər bilirəm ki, istəyəcəklər. Dərhal yazacaqlar ki, biz hara göndərək, necə göndərək. Qoy sizin özünüzün telefon nömrəniz olsun. 050 417 37 63. Çünki yenə də deyirəm, kart qoymağın qəti əleyhinədir. Cahangir ona görə də mən onun o balaca ürəyini, necə deyərlər, sındırmayacağam. Necə dəstək olmaq istəyirsinizsə, anası vasitəsilə əlaqə yaradın. Öncədən təşəkkür eləyirəm bütün izləyicilərimizə. Nəsə demək istəyirsən? Cahangir deyir, danışmağa sən pərkarsan. Ay Səidə bacı, məni yorma. Tamam, yormaram səni.